Deyirlər ki, bir bədəvi səmaya baxıb belə demişdi. Ey Rəbbim, sənin zindanının tavanı bu qədər gözəldirsə, sənin bağçanının tavanı necə gözəl olar bəs? Bu dünya mömin üçün zindandır, kafir üçün isə cənnətdir. Buna baxmayaraq Allah bu dünyanın səmasını ulduzlarla, ayla, bulutla, günəşlə bəzəmişdi. Əgər fani olan bu dünyanın tavanı belə heyratamizdirsə, əbədi cənnətin gözəlliyi necə olar sizcə? Uca Rəbbimiz Səcdə surəsi 17-ci ayədə belə buyurur. Fələ tə'ləmu nəfsum mə uxfiyə ləhum min qurrati a'yun. Heç bir kəs onlar üçün göz oxşayan hansı nemətlərin gizlədildiyini bilməz. Cəzəən bimə kənu ya'malun. Etdikləri əməllərin mükafat olaraq. Həmçinin Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm Rəbbimizdən belə rəvayət etmişdi. Mən salih qullarım üçün elə nimətlər hazırlamışam ki, onları nə bir göz görüb, nə bir qulaq eşidib, nə də bir insanın qəlbindən keçib. Allahım bizi hesabsız və əzabsız Firdovs cənnətinə daxil olan qullarından et. Amin.